Sürücüler incinirler, bazardan bizimkileri kovurlar. İnsanlar başka bazarında serbest hareket edebilmirlər. Cənublu fermerlər sezonun başlanması ilə məhsullarına bazar tapa bilmədiklərini deyirlər. Bizim əsas bazarımız Rusiyadır, Ukrayna'ydı. İndi Ukrayna müharibə gedir. Təbii ki, bura göndərə bilmirik. Rusiyada çok bizden almır. Neyse problemler yaranıp kömürlükte bizim işçileri incinirler. Yani Rusya tarafı kömürlükçüler bizim sürücüləri incinirlər. Azərbaycanın cənub zonasında daha çox naringi, limon, feyxuğa yetişdirilir. Trading Economics'in rəqəmlərinə görə ötən il Azərbaycandan 1,3 milyon dollar həcmində sitrus meyvələri qonşu bazara çıxarılıb. Yerli statistikaya görə cari ilin 9 ayında Rusiya Federasiyasına 879 milyon dollar qeyri-neft sektoru məhsulu ixrac edilib. Burada meyvələrin payı xüsusi göstərilməyib. Fermerlər deyir ki, hazırda sitrus meyvələrinin topdan satış qiyməti 60-80 qəpikdən başlayır. Onlar əlavə xarici bazara çıxış olmadığından məhsulu yerli bazarda daha ucuz satmağa məcbur olduqları şikayətlənirlər. Yerli mediaya açıqlamasında deputat Vüqar İskəndarov deyib ki, kənd təsərrüfatı mallarının ixracında Rusiyanın yüksək payı illərdir sabit qorunur. Zaman-zaman hər hansı problem çıxdıqda biz Rusiyanın bir neçə sanksiyasına məruz qalmışıq, lakin bunlar kütləvi hala almayıb. Azərbaycan və Rusiya arasında münasibətlər 2024-cü ildə Azal sərnişin təyyarəsinin Rusiya səmasında vurulmasından və Yekaterinburqda Azərbaycan əsl vətəndaşlara qarşı zorakılıqdan sonra soyuyub. Bu hadisələrdən sonra iki ölkə liderlərinin bir neçə dəfə təmasları baş tutsa da, münasibətlərin əvvəlki səviyyəsinə çatmadığı müşahidə olunur. İqtisadçı Real Partiyasının sədri Natiq Cəfərli deyir ki, şikayətlər olsa da rəsmi rəqəmlər göstərir ki, Rusiya bazarından hələ də kəskin asılılıq var. Alternativlərin olmaması asılılığı yüksəldir və zaman-zaman siyasi gərginliyi olanda və yaxud da Rusiyanın siyasətində dəyişikliyi olanda bunun bir təzyiq vasitəsinə çevrilir. Yəni, istənilən halda Azərbaycan məhsullarında yeri gəldi, gəlmədi, məstəliklərin tapılması, məhdudiyyətlərin qorunması, bütün bunlar fermerlərə əlavə problem yaradır. Və bu günə qədər də alternativ bazarlarla bağlı hökumətin gördüyü bir çalışma təsir görməmişik, olmayıb. Azadlıq Radiosu Rusiya ilə sərhəddə yerləşən Samur Gömrük postunun rəsmilərindən də məsələyə münasibət almağa çalışıb, lakin açıqlama almaq mümkün olmayıb. İqtisadçı Natiq Cəfərli deyir ki, Avropa bazarlarına məhsul çıxarmaq asan deyil. Bunun üçün təyin olunmuş standartları ödəmək lazımdır. Eyni vəziyyətin Rusiya gömrüyündə Ermənistan yükləri ilə də baş verdiyi, bəzi hallarda yük maşınlarına məhdudiyyət qoyulduğu söylənilir.